Nabim olur. Rəvan çoxdandır səndən oynamaq istəyirdi. Rəvan deyirdi ki, bəhənəm, Üzbekistanlıdır. Bu 7-4 oynayacam da, klassik. Oynamaq istəyir amma Alien'i severiz də, Alien Gambit'ini. Yəni marağı oynuyor da bu Alien Gambit bizim, şəxsən bizim Gambit'dir bu Alien Gambit. Gözəldir də bu. Deməli, bunu vuraq da, bunu vurdu şah verdik, piyadanı qabağa verdik. Atı çıxaq, fili geri oynayacaq, ona görə indidən bunu vuraq. Atımızı çıxaq. Alien Gambit temaları gözəl şəkildə. İndidən oynadı, bilən belə şah. Deməli sonra bu fərqli oynadı. Bu nəsə fərqlidir, bu nəsə fərqli oynadı. Bas J4'e geçsin. J4 getmək olar, hə. Fillə vurdu, atla vurdu. Bəlkə qala quraq sonra. Sən dediklərini yoxsa temp vermir. Sonra ak fili çıxarsan qala qurur. Sonra temp Qara fili vermir. çıxarsan qala. Hə, qara fil qurub böyük qala qurmadı, eləmi? Fili geri oynamalıdır da bu. Fil oynayacaq bura, düzdür. Sonra da atına hücum eləyirik. Ata hücum eləyəndən sonra Yo, H4'ü basarsan, sonra H4, sonra da basarsan belədir. J5. Əladır da. Alien Gambit. Ha, burada nə deyir? Aynı şəkilə sahib 2 dənə nesnenin şeylə. 2 dənə nesneni. Ala, 2 dənə gözəl tapdı. Təkdə. Nəysə, J-ni basaq. Sonra atına hücum eləyək qaqa. Düzdürmü? Qulaq asayım. Bəlkə o birdən də piyadanı qabağa elədi, ondan arayacaq. Çox yaxşı olmalı. Piyadanı belə qabağa eləsə biz bu... Yaxşı, bir dənə belə oynayaq. Belə oynasaq nə olur? Fili vur. Atı Sonra vermək J-ni istəmirəm. bas. Atı vermək istəmirəm. Ona görə gələn o filini vuraq. Sonra atına hücum eləyək. J-ni bas. Atına hücum eləyək. Sonra qara fili, bax görsən bunun boşluğunu qaqa. Bax bu diaqonalı görsən. Bax o diaqonaldan girmək lazım. Vəzir D3 oynamaq olar. D3 buna hücum Vəzir üçün. D3. Ali 5000 beğeni yaptı. Vəzir D3 oynayaq. Bu atını hara oynaya bilər? Vəzir D3 oynayaq. Hələ ki heç yer oynaya bilmir. Vəzir D3 oynayaq. Deməli vəzirini oynaya bilər də. Belə solo oynaya bilər ki, piyadanı saxlasın. Düzdürmü? Biz də filimizi çıxırıq belə. Yo, vəzirlə sən də hücum elə. Hə, yox. Vəzir B3 oyna. B3 oyna, o boş piyadasına hücum. Hə. Sonra fil oyna. Vəzir B3, fil H3. Bəli. Yəni boş qalan piyadasına bir dənə hücum eləyək. Sempre cento. Bir dənə qala quraq. Qala qura. İndi nə edirik? H3 oynayarsan. Bəli, sonra H3 oynayacağım çünki piyadası boşdadır. H3 oynasam atı heç oynaya bilmirik, qayıtıb bax. Atı oynadıq. Onun o atı da qaça bilmirik orada. Bunu götürdük. Hadi vur da işte. Bilsən nə fikirləşirəm? Bəlkə Problem yoxdur. Onu vur, sonra topu gələrsin. Topu gələk arxasına işsən. Qulaq as, belə bir şey fikirləşirəm. Fili gələk bura. Neyini mən istəyir bu? Topu gəldi arxasına.
Fil ora gəlmək istəyir, oradan çıxmaq istəyir fiqurunu. Atı çünki çıxa bilmir. Yəni bura gəlib, bura yüklənir. Ora yüksən şahını çək, o fili sonra oynaya bilərsən. O atı qoyub fili dəyişmək istəyir. Atı qoysa əlbəttə ki, mən fili dəyişməyəcəm, çünki mənim filim daha yaxşıdır. İndi filə hücum elədi. Gəl onun atını vuraq. Fili qaç. Qulasan. Yo, vermə, qaç fili. Yaxşı. Fili diagonalda saxlayacağam burada. Belə saxlayaq. Orada da at vurur. Yəni, belə qoyaq. Bilsən nə belə qoyaq? Yox, elə J4-də qoy da. Belə qoyaq, piyadanı da qabağa verək. Amma Sonra piyada topla düşdü də. atını hücum eləyə bilərsən. F3 bas onda. Atla belə hücum eləyə bilər. Topa. Başı görmədim, vurur. Gəlin görməyim buna. Neynəyim? Bunu atını götürək ortadan. Bunu ucu çox oldu. Buna hücum lazımdır. Hücum eləmək lazımdır buna. Hücum eləməsə yeməyə gəlir. Rəsmən də bir şey fikirləşəcək. Bir dənə orada topları işə sala bilsə, toplar yuxarı girə bilsə. Topları cütləmək olar. Eşsən, topları cütləyir. Atı vursaq Sonra bəzən atı vurub- vuracaq da yaqin. Yox, onu demirəm. Atına hücum eləyərsən, Y4-də oynayarsan, sonra o biri topu gələrsən Y-yə. Bilsən nə fikirləşirəm? Bunun D7-dəki atı var ha. D7-də atı fillə götürsə, topla Gəl bunun atına hücum eləyək. Eşsən, Elə. atına hücum eləyək. Fili bura qoya bilir də o atı, düzdürmü? Bura qoymaq istəyir daha doğrusu. Sonra fili görmək olar. Ora qoysa qoya bilməz, ora qoysa sən C4 basarsan. Bayaqlar mən bilsən nə istəyirdim? Neyse piyada ilə yo, vurarıq. Nə ki qaytarıq girdi. Topla aşağı verir, qaytarıq Yaxşı vuranma. girdi. Orada prosta atla şah verir, sonra atır. Qaytarıq girdi, sonra nə edir? Nə var ki burada? Vəzirlə hücum eləyə bilər, deyirsən. Figur etildi, yoxsa əvvəldən vermişdi. Əvvəldə atı verdik də. Onu. Nəysə biz bilsən nə edək? Haş ağ piyadasını basaq getsin. Qara fili çəkələliyik. Yox, qara fil çəkəmirəm, axı mat oluram. O diagonalda saxla da yəni. Belə oynayaq bəlkə. Oyna. Belə oynasa, vəzirlə gəlsə vəziri dəyişməyi təklif eləyək də uzaq. Bunu getmək olar yaz. Buonasera. Vəzir gəlsə şah veririk, biz buna mat olur. Ha? Vəzir gələnmir. Vəzir gəlsə şah olur, şah verib mat eləyir. Düz demirəm? Bu vəzirlə indi bu dəqiqə filə hücum eləsə, vəzirlə şah verir, mat olur. Su gedişi görmürəm. Çünki atı qoya bilir qabağına, ya vaxt vəzir qatıra bilir, onda da fil ora baxır deyən vururuq. Ha. Atla fərqi nədir ki, atımız şahı buradan şah versə şahı bura gəlir belə deyirsən. Yenə vururuq şah veririk də, yenə piyadasını vururuq şah verdik. Şah onda şah hara gedir? Sonra o fili gələ qaçaq da, həm batı, həm fili. Bizim əsas məsələ o.
Məncə A4-ü basmaq lazımdır. A4-ü basaq getsin. Görün o ne? Santa Margarita. Piyadanı istəyir. A4'ü basaqsa Onu vuramır yenə vuramır. Qoy onu belə oynayaq. Qoy görək nə ağrır qaqa. Öz-özün mata salacaq, bir dənə səbirli ol. Qoy onu götürsün. Ata hücum eləsək nə bas bir edir? dənə. Hə, Bir hara dənə də qaçır? basırıq. Bir dənə də basaq. Atı hara qaçır? Atı bura qaçacaq. Bir dənə də bassaq piyadanın qabağa Basırsan. verir. Artıq bu piyada zəifliyir, düzdür? Atımı vermək istəyir bu. Ha? Ata hücum eləsək hara gedir ha? Elə eləməlisin. Ata hücum eləsək gəlir bura, düzdür? Gəlir ora. Bir dənə də hücum eləsək ya. Mat istəyirsən. Hanı basıb mat istəyirəm, bəli. Bura gəlir. Anı basıb mat istəyirəm, düzdürmü? Anı basandan sonra bunu basıram, piyadaları açmaq istəyirəm oradan. Atı verdi. Ha, verdi atı. Heç nə verdi vur. Vəzir dəyişəkmi? Piyadası yoxsa çox. Sən fili istə, həm də mat istə. Şah vermir ki. Şah verə bilmir ki. Ha? Fili geri çəkir. Amma orada mat yoxdur, amma yenə istə. Yox, mat yoxdur orada. Mən bilmirəm. Mat yoxdur, fili qaytarır geri. Fili Amma qaytarır. piyadasını götürürük də. Piyadasını götürürük. Piyadasını Bəlkə heç götürür. onu görmədi. Bəlkə heç onu görmədi, nə bilsin. Bəlkə fil eləyir onu. Ha, səndə fil J3 də var ya burada. Ha, fil J3. Fil C3 at düşdü. Düzdür? YouTube Premium is ad-free YouTube. Aynen. Hayda tapdı yazı. Tapdı. Peki vəzirlə də istəyir atı. Bir də Y3-dən. Neyse vuraq şah verək. Mesela vur onu şah ver. Orada da Şahla gəldi, vursa- yağ kimi düşdü ya figurlar. Şah ver ona, şah ver piyadanı Bir götür. dənə Yaman oynadı ya. Fikir verdin. Piyadanı götürək. o da Götürək bizim yoxsa piyadamız. götürməyək. Qorxuram uzaqlaşdıraq. Neyse piyadanı qabağa verək. Eşsən qoruyaq onu. Piyadanı qoruyaq da oradan sonra götürək. Sən dəyiş mənlik. Mən dəyişmə işinə baxma. Fili oynayanda fil F3. Vursa sonra atı vurasan ki piyadaların keçsin. Ya elə yox, fil F3, fil F3. Birisi nə qıraq da belə. Yo, bu birisi nə bu? Soldakı nə bu? Hə, indi atı vursaq Evet. piyada keçir də, düzdür? Ona görə dedim ki fili ora qoy ki sırazı vurasın. Hani Bu atını fili qoy ora hücum eləyək. istə onu. Atını hücum eləyək. Hə, istə onu. Ato qaçsa piyadanın qabağa verərik. Piyadanın qabağa da vermək olar məsəl üçün. Bəlkə və şah gələcək nəmiz. Şah gəlsə nə olur ya? Bunu oynayaq keçsin. Piyadanı bas geçsin. Səhv oynadı. Düz oynamadı. Ama prost bu piyadası çoxdur da. Elə biraz. İki dənə piyadası oldu, oynasa bir səni dənə də saxlayır, basam heç qabağa. Həbsi rizon verdi. Səhv oynadı. Səhv oynadı. Deyən görün, bura oynasaydı biz bunu gəlirdik. Bunu vursaydı Elə biz bunu vururduq. Yo, elə oynasaydı birinci atı vurursan. Piyadaya əl vurma. Hada atı vurursan da, Dala onsuz da qaytar. piyadanı vuracaq da belə. Yo, dala Elə qaytar. oynasaydı Atı ya. vurursan birinci.
Yo, dala qayıtdı, atı vur. Səhv. Onsuz da o atı vursa o olan şey olmayacaq da, geri qayıdıb piyadanı götürmək istəyəcək də, düzdürmü? At burada yatdı. Deməli 9-cu gedişdən at orada yatdı. Axırda o at onun başına bəla oldu. Fikir verdim mən. 9-cu gedişdən at ordadır. Saxladı. Axırda o at onun başına bəla oldu. Düzdəyə oyunu. O atın səbəbini düzdəyə oyunu. Yoxsa oyunu udmuşdu. Onun 2 nidalı gedişdə var. Baxaq görək bu 2 nidalı gediş harda olub ki? Bu niyə belə 2 nidalı gediş? Atı verdi. Qurban verdi atı. Atı Çünki verdi. atı qaçsaydı vəziyyəti pis düşürdü. idi. Atı olsa düşürdü. Vəziyyəti pisləşirdi həm də. Bilsən nədir? Burdan atı qaçsaydı biz atını bağlamaya salırdıq. Eşsən, piyadanı da sonra basıb bir gedişə mat istəyirdik. Burada vəziyyət belə idi.